Xərçəng xəstəliyi insanın həyat tərzimidir, yoxsa əsrin bəlasıdır? Əsrin bəlası Mif və Həqiqətlər Ərşad Əzimzadənin kitabından. Mən başıma gələn hadisədən biraz sizə danışmaq istəyirəm. Xahiş edirəm diqqətlə qulaq asın, videonu bəyənin, paylaşın ki, insanların qarşısına çıxsın. Demək, mən 36 yaşıma qədər düzənsiz qidalanmırdım, oturaq həyat tərzi sürürdüm, vaxtında yatıb, vaxtında durmurdum və stres yaşayırdım. 36 yaşıma qədər üzərimə yığdığım xəstəlikləri mən sizə sayıram. 1. Demək, ilk öncə mən babasil xəstəliyi məni yaxaladı. Özdə kəskin, babasil çölə çıxdı, çat, qanaxma, bu 1. İkincisi, ağlım kəsəndən 36 yaşıma qədər gedən ishal. Üçüncüsü, böyrələrim daşından dolmuşdu, pirusluq verməkdən bezmişdim, buna Rəbbim şahiddir. Qaraciyərim öz işini görə bilmirdi, böyümüşdü, yağlanmışdı. Zob, tənbəl zob var idi. Ağlım kəsəndən 36 yaşıma qədər gedən ishal məni yığmışdı babası. Sonda da gəldi, çıxdı. Ağciyərdə onkoloji problem. Baxın, görün, neçə xəstəlik məni yaxaladı. Təbii ki, mən şəkər xəstəliyinə də hazırlaşırdım. Təməlini qoymuşdum, çünki şirniyyatı, ağ çörəyi tonla yeyirdim. Gəlin, baxaq. Mən deyirəm ki, bu insanın, bu xəstəlik, bu əsrin bəlası olan, dövrümüzün bəlası olan xərçəng xəstəliyi insanın həyat tərzindən asılıdır, həyat tərzidir. Mən bu sadaladığım düzgün qidalanmırdım, onu düzəltdim. Vaxtında yatıb, vaxtında durmurdum, onu düzəltdim. Oturaq həyat tərzi sürürdüm, onu dəyişdim. Yürüyüş etməyə başladım. Mütəmadi orqanizmi təmizləyirəm, bağırsaq təmizlənməsi eləyirəm. Mütəmadi eləyirəm. Və mən bunları elədikcə bu saydığım xəstəliklər biri yox, hamısı birdən getdi. Düzdür, mənim vəziyyətim ağır olduğu üçün vəziyyətdən, böhrandan çıxmağa görə ximioterapiya almışam. Amma həmən vaxtı mən sağlam həyat tərzinə keçmişdim onun içində. Və mən ximioterapiyanı bu ağciyərdə olan problemə görə aldım. Amma o birisi saydığım xəstəliklərə görə, heç birinə görə mən müasir tibbin müalicəsini almamışam. Mənim həyat tərzim dəyişdim. Bir də ki, bitkilərdən, şəfalı bitkilərdən, nemətlərdən istifadə eləyərək mən sağlığıma qovuşdum. Bu xərçəng xəstəliyi mən nəyə bənzədirəm? Videomuz biraz uzundur olacaq da, xahiş edirəm indi izləyən izləsin, bir nəticə çıxarsın, izləməyən də daim deyilsin, Allah razı olsun, minnətdaram. Hər birinizdən də xahiş edirəm ki, izləyən insanlar videonu bəyənin, paylaşın, insanların qarşısına çıxsın. Bu xərçəng xəstəliyini mən nəyə bənzədirəm? Təsəvvür edin ki, bir insanın babasili var məsələn, babasili çıxıb çölə və yaxud çat var, nəsə var. Bu adam bildiyimiz betadində, mən betadin dəfələrlə paylaşmışam. Betadini eləyirsən, sağalırsan. Babasilin sağalır. Bir neçə müddətdən sonra yenə yaranır. Demək, betadin bizi sağaltdı, amma biz həyat tərzimizi, mədə-bağırsaq sistemini qaydasına salmadıq. Biz nə qədər ki, mədə-bağırsaq sistemini qaydasına salmayacağıq, bu babasildən heç vaxt qurtula bilməyəcəyik. Heç vaxt. Bu betadin bizi vəziyyətdən çıxadacaq, biz elə yenə necə gəldik, yeyib içəcəyik, oturaq həyat tərzi sürəcəyik, su içməyəcəyik, düzgün qidalanmayacaq, şirniyyatı, ağ çörəyi tonla yeyəcəyik. Bu mədə-bağırsaq sistemi qaydasına düşməyənə qədər sən o xəstəlikdən, o babasildən qurtula bilməyəcəksən. Bu xərçəng xəstəliyi orqanizmin, yəni bədənin çirklənməsidir, çirkabla dolmasıdır. Dolmasıdır çirkabla. Sən o bədəni çirkalı bədənindən çıxar, təmizlə
Və sən ondan sonra görəcəksən ki, sən nəinki xərçəng xəstəliyi, bütün orqanizmdə toplanan bütün xəstəliklər gedəcək. Ümumiyyətlə, mütəmadi aclıqlar eləmək lazımdır. Xərçəng xəstələri məsələn üçün bir gün, 2 gün eləyə bilər, amma başqa xəstəlikdən əziyyət çəkən insanlar qorxmasın, 2 gün, 3 gün, 4 gün, 5 gün problem yoxdur, aclıq eləyə bilərlər. Orqanizm təmizləmə, mən dəfələrlə sizə göstərmişəm, məsələn, maqni sulfatla bağırsaq təmizlənməsi necə olur, gənəcərçəklə necə olur, təmizləyin. İllərlə yeyirsiniz, mədə bağırsaq sistemi şlaklarla doludur, toksinlə doludur, bunları hamısını təmizləmək lazımdır. Bədəndə yeni qan yaratmaq lazımdır. Bizi yaşadan o damarımızdan axan qanın keyfiyyətidir. Ürək qan damar sistemidir, bunları gözəlləşdirmək lazımdır. Yəni belə, inşallah ki, orqanizmi təmiz saxlayın, mütəmadi təmizliklər eləyin, sağlam bax. İnsanın vəziyyəti gərgindirsə, pisdirsə, mən ona deyirəm ki, bu xərçəng xəstələrindən söhbət edirəm. Deyirəm ki, qardaş, get, qardaşım, bacım, get ki, sən ximioterapiya al, qorxma, səni o vəziyyətdən, böhrandan çıxarsın. Bax, sən onun içində, sən sağlam həyat tərzinə keçməlisən, sən baxırsan, o səni ximioterapiya vəziyyətdən çıxadacaq, bəli, çıxadacaq. Düzdür, o səni, sən ümid bağlasın ki, yox, o sırf məni sağaldacaq, yox. Sən ki, pis vərdişləri qırağa qoymamısan. Pis vərdişləri qırağa qoymamısan sən. Pis vərdişləri qırağa qoymalısan, sağlam həyat tərzinə keçməlisən, sən bu sistemə keçməlisən, neşinin sağlamlıq sisteminə. Sən neşinin sağlamlıq sisteminə keç, get mağcuda al, yanaşı olaraq sənə çox gözəl fayda verəcək. Sənin o xəstəliyin bir daha geri dönüş eləməyəcək. Vallahi ki, dönüş eləməyəcək geri xəstəliyin. Bilirsiniz, bəzi insanlar deyir ki, sizin yaşayışınız, nə bilim, qidalanmanız iş deyil, bu belə qidalanmaq olmaz, bu yaşayış deyil. Vallahi ki, ən gözəl yaşayış da budur. Nə ağrım var, nə acım var. Sağlam həyat tərzinin nəticəsində mən insanlara bu günləri məlumat verirəm. Bu gün onun nəticəsində mənim ağrım yox, acım yox. Ağrısı olan insan kiməsə sağlamlıq haqqında məlumat verə bilər. Bu mümkün deyil. Mümkün deyil bu. Ümumiyyətlə, sağlam insan cəmiyyətə lazımdır. Dövlətə, cəmiyyətə sağlam insan lazımdır. Xəstə kimə lazımdır? Xəstə heç kəsə lazım deyil. Sağlam olmaq lazımdır. Onun üçün də sağlam qidalanın, sağlam olun. Allah bütün xəstələrə şəfa versin. Orqanizminizi özünüz təmizləyin, özünüz təmizləməlisiniz. İnsan o halda tam sağlam olur ki, özünün həkimi olanda. Çalışın özünüz öz həkiminiz olun. Allah verən bu ömrü qədəri siz sağlam yaşaya bilərsiniz. Təbii ki, vaxtımız çatdı, hədimi dünyadan köçüb gedəcəyik. Amma bu ömrü sağlam yaşamaq bizim öz əlimizdədir. Öz əlimizdə. Belə. Özünüzdən müğayət olan Allah amanında mənim deyəcəklərim bu qədərdir. Yəni, xərçəng xəstəliyi mənim üçün xəstəlik deyil. O bizim həyat tərzimizdir. Biz bədəni dayanmadan çirkləndirib yoruruq, orqanizmi zəhərləyirik və nəticədə də hansısa bir xəstəlik bizi yaxalayır. Belə gözəl izləyicilərimiz, çox sağ olun, var olun. Mən valla bacardığım qədər, gücüm yetdiyi qədər insanlara sosial şəbəkədən yardım eləməyə çalışıram. Gücüm yetdiyi qədər. Çox insanlar məndən incir ki, qardaş, cavab vermirsən zənglərə, baxmırsan, bu mümkün deyil. Mümkün deyil bu. Mən cəm olaraq çəkib paylaşıram ki, gedin bunu eləyin, sağalın. Mən bundan artıq eləyə bilmərəm. Bu mümkün deyil ki, mən yetəm. Çünki məndən 50 nəfər də olsa, biz belə çıxışlar eləsək, bu olmayacaq. Çünki insanlar təbii nemətlərin, təbii bitkilərin faydasını görür. O ona deyir, bu buna deyir ki, qardaş, belə şey var, belə şey var. Bunu elə sağal, hamı sağalır. Ona görə də insanlar çox olur. Üstümüzə gəlir. Vallahi ki, yəni inciməyin məndən. Mən gücüm yetdiyi qədər yardım etməyə çalışıram. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Çalışın sağlam qidalanın ki, sağlam olasınız və bu ömrü həkimsiz və dərmansız sona vurasınız. Çox sağ olun, var olun.